ekoloji problemlərin həllinə mətbuat dəstəyi layihəsinin elə başlıca məqsədi də Dekabrın 2-də Mərhəmət Elçisi jurnalının ekoloji problemlərin həllinə mətbuat dəstəyi layihəsinin təqdimat mərasimi keçirilib. Tədbiri açan jurnalın baş redaktoru layihə rəhbəri Şakir Əhmədli qeyd edib ki, bu layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi ətraf mühitin mühafizəsi fəaliyyəti üzrə beynəlxalq dialoq kampaniyasının dəstəyi ilə həyata keçirilir. Bu təşəbbüs 2012-ci ildə Braziliyanın Rio de Janeiro şəhərində dayanıqlı inkişaf üzrə BMT konferansının hazırlıq prosesində gənclərin iştirakını təşviq etmək üçün irəli sürülüb. Məqsəd bu təşəbbüsə azərbaycanlı gənclərin də fəal qoşulmasında, onların ekoloji maariflənməsində, kütləvi informasiya vasitələrinin üzərinə götürdüyü vəzifəni yerinə yetirməsi üçün mətbuatı ekologiyanın müdafiəsinə cəlb etməkdir. Kütləvi informasiya vasitələri ekoloji problemlərin həlli ilə bağlı heç də lazımi səviyyədə məşğul olmur. Bu bəllidir. Çünki qəzetlərin çoxu özəldir və bu qəzetlərin bəzilərində də ekoloji problemlərlə bağlı yazı vermək o qədər də önəmli, əhəmiyyətli deyil. Çünki hər bir qəzetin öz ideya istiqaməti var, öz, bizə deyərlər, leitmotivi var. Şakir Əhmədli özəl mətbuatın ekoloji problemlərə laqeydliyini qınayaraq qeyd edib ki, bu mövzuda yazılara olduqca az təsadüf olunur. Mən alqışlayıram o qəzeti ki və o redaksiyanı ki, öz səhifələrində xalqımızın tarixini, keçmişini, mədəniyyətini, iqtisadi, mədəni yüksəlişini, bunları qiymətləndirməklə, əks etdirməklə bərabər digər ictimai həyatın bütün sahələrində baş verən hansısa bir hadisələri də, tutaq ki, negativ halları da, elə götürək ekologiya sayəsində problemləri də, nöqsanları da, vəzifələri də əks etdirsin. Mən bu baxımdan Azərbaycan mətbuatında mən bu məsuliyyəti özlərimə götürürəm, bu öz məlumatımda, informasiyamda ki, mətbu orqanlarının səhifələrində araşdırmalar zamanı aşkar olunan cəhətlərdən biri də budur ki, ekoloji problemlərlə bağlı olduqca az yazılar verilir. Bugünün yeniyetmələri, bugünün məktəblisi sabahın yeniyetməsidir, yeniyetmə gəncdir, gənc də böyüyür, puxtələşir, artıq cəmiyyətin kamil bir üzvünə, şəxsiyyətinə çevrilir. Əgər belə bir problemin həlli ilə bağlı orta məktəblərdə, hətta mən götürərdim ki, uşaq bağçalarından və ya ondan da əvvəl ailədə belə bir məsələnin həlli ilə bağlı valideynlərin izahatı, məlumatı, fikirləri, tövsiyələri, öz övladlarının bu arada məlumatı əgər yetərincə olsa, təbii ki, pillə-pillə hər bir şey öz həllini tapar. Layihə rəhbəri Şakir Əhmədli cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etməyin yollarından danışıb, bu mövzuda ictimai müzakirələr keçirməyin vacibliyini diqqətə çatdırıb. Konferanslarını keçirdək, fikir mübadiləsi aparaq və bu sahədə fərqlənən, fəaliyyət göstərən jurnalistlərə dəstək olaq, hər cür maddi və mənəvi dəstək olaq ki, onların fəaliyyətini biz stimullaşdıraq. Ekoloji problemlər barəsində Azərbaycan mətbuatında dərc olunan yazıların başlıca məqsədi bundan ibarət olmalıdır ki, yalnız və yalnız ətraf mühitin sağlamlaşmasına, qorunmasına, mühafizəsinə xidmət etməlidir və bu sahədə də gənclərin, yeniyetmələrin, bütövlükdə cəmiyyətin, vətəndaşlarımızın birgə səylərini birləşdirmək və onları vahid məqsəd ətrafında onların fikir mübadilələrini birləşdirib bir məcraya yönətməkdir. Belə bir el misalbadır. Qədir bilmək mədəniyyətdir. Ona görə də bu hər adama nəsib olmur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, qədir bilənlərin sayı çoxdur və ona layiq olanlar da. Sonda ekoloji maariflənmədə əldə etdikləri uğurlara, mənəvi dəyərlərin gənc nəslə çatdırılmasında göstərdikləri xidmətə görə bir neçə ziyalıya Vətənə Xidmət Milli Mükafat təqdim edilib. Abşeron rayonu Masatır qəsəbəsi Qurtuluş 93 uşaq bağçasının müdiri
Gülnarə Əsəd qızı Hüseynova Mərhəmət Desti jurnalının Vətənə Xidmət Milli mükafatı ilə təltif edilir. Redaksiya heyətinin sədri akademik Buday Budaqov, baş redaktor Şakir Əhmədov. Təbrik edirəm. Bakı Dəmir Yolu Liseyinin direktoru, Ulu Öndərimiz Heydər Əliyev 1991-ci ildə, 92-ci ildə məktublar yazan haqqında onun Aydınlıq qəzetində və digər qəzetlərdə vaxtında yazılar yazan, hələ o zaman milli liderimiz hakimiyyətə gəlməmişdən əvvəl onun fəaliyyətini açıq surətlə mətbuatda dəyərləndirib özünü tarana verən Fərrux Müəllim Abbasov, Bakı Dəmir Yolu Liseyinin direktoru, Mərhəmət Desti jurnalı Vətənə Xidmət Milli mükafatı ilə təltif edilir. Redaksiya heyətinin sədri akademik Buday Budaqov, baş redaktor Şakir Əhmədov. Təbrik edirəm. Bir sayılı uşaq evinin direktorudur. 2003-cü ildən o uşaq evinə direktor təyin olunandan sonra 50 illik tarixi dövründə uşaq evinin deyək ki, 47 ili bərabər olub bu 8 ilə. 8 uşaq evinin, mən jurnalistləri ona görə mən belə seçim etmişdim ki, burada gələn jurnalistlərimizi mən dəvət edəcəkdim ki, gedin, baxın, görün, Respublikamızda uşaq evinin fəaliyyəti necədir? Əvvəlki durumu ilə tanış olanlar, indi olanlar. Təbii ki, bütün bunlar həm Heydər Əliyev fondunun fəaliyyətini, Mehriban xanım Əliyevanın şəxsən həmin uşaq evinə böyük dəstəyi, onun təşəbbüsünün uşaq evinin ikincisini genişləndirilməsi, uşaqlara göstərilən qayğılar, eyni zamanda Nərminə xanımın özünün təşkilatçılığını burada xüsusilə qeyd eləmək olar. Ona görə də biz Nərminə Şikayət qızı Zöhrabovaya Mərhəmət jurnalının Vətənə Xidmət Milli mükafatının təqdim olunmasını zəruri hesab edirik. Uğurlar arzu edirəm. Sonda mükafata layiq görülənlər təəssüratlarını Kanal 13 ilə bölüşüblər. Biz Qurtuluş 93 ərazisində çox böyük yaşıllaşdırma işləri görülübdür. Orada şəxsən mənim və Qurtuluş 93 yaşayış kompleksinin yaradıcı, oranı qrup yaradan heyətin böyük əməyi var. Biz bu layihəni böyük bir zövqlə, həvəslə dəstəkləyirik. Çünki orada gəlib oranı gözlə görmək lazımdır ki, oradakı necə gözəl yaşıllaşdırma, oranın ərazisi çox gözəl, böyük bir geniş ərazini əhatə edir, yaşıllaşdırılıb. Mehriban xanım da özü bunun şahidi oldu. 2010-cu ildə dekabrın 26-sında Mehriban xanım bizim bağçamızın açılışında iştirak edibdi. O bizim bağçanın şəraiti ilə də tanış olubdu. Yəni biz bugün bu layihəni dəstəkləyirik. Bugün mənə verilən bu mükafatı mən məsələn heç gözləmirdim. Çox sevindirici bir haldır. İnşallah çalışarıq ki, bunun davamı gəlsin. Daha yaxşı mükafatlar olsun. Biz də daha həvəslə işləyək. Mənə bu günləri layihə ilə bağlı bu günləri yüksək səviyyədə Şakir müəllim təqdim etdi mükafat. Mən bu mükafatla çox yüksək səviyyədə özümü hiss edirəm ki, doğrudan da mənim əməyimə, zəhmətimə verilən böyük bir mükafatdır. Mən bu mükafatla fəxr edirəm. Mənim üçün bu bir gözənilməz bir mükafat idi. Amma çox sevindim. Çox sağ olsunlar, çox təşəkkür edirəm. Yəni, əməyimizə verdikləri qiymətinə görə. Bir sayılı uşaq evində bu dəqiqə hal-hazırda 140 uşaq tərbiyə alır və yaşayır.
Bu uşaqların yaş hədləri 3 yaşdan 18 yaşa qədərdir və həm də bir insan olaraq, bir ana olaraq, qadın olaraq demək istəyirəm ki, mən fəxr edirəm ki, bu gün həmən uşaqlarla mən işləyirəm orada, həmən uşaqların tərbiyəsi ilə biz məşğuluq və cəmiyyətimizə, vətənimizə sağlam bir evlad tərbiyə edirik. Kanal 10 müsahibəsində Mərhəmət Elçisi jurnalının baş redaktoru layihə rəhbəri Şakir Əhmədli sözü gedən layihə haqqında məlumat verib. Demək, Mərhəmət Elçisi jurnalının ekoloji problemlərin həllinə mətbuat dəstək layihəsi bu il deməli, reallaşmış əbədilikdir, əbədi ideyalar layihəsinin ardıdır. Yəni, bu layihəni biz birinci layihəmizi Atatürk Mərkəzində başa çatdırmışıq. Bu bizim ikinci layihəmizdir. Bu layihənin məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ətraf mühitin mühafizəsi fəaliyyəti üzrə beynəlxalq dialoq kampaniyasının mətbuatda müdafiə olunması, mətbuat sahəsində çalışanların bu ideyaya qoşulması və gəncləri bu sahədə ekoloji problemin həllində təşviq edilməsidir. Biz də bu jurnalın layihəsini irəli sürməkdə məqsədimiz odur ki, bu problemlərin həllində mətbuat işçiləri əl-ələ versinlər, bir-birinə dəstək olsunlar və həm dövlətimizin, həm də Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələri real işlərimizlə biz dəstəkləyək, gəncləri maarifləndirək, onların ekoloji tərbiyəsində yaxından iştirak edək. Məqsədimiz bundan ibarətdir. Şakir Əhmədli həmçinin Vətənə Xidmət Milli Mükafatının verilmə kriteriyalarından da danışıb. Jurnalımızın milli mükafatlarımızın təqdim olunmasına burada seçilən iki kriteriya özünü göstərir. Biz seçmişik ki, müxtəlif sahələrdə çalışanlar olsunlar, təhsil sahəsində çalışanlar var burada və eyni zamanda böyüməkdə olan nəslin tərbiyəsində böyük fəallıq göstərənlər var burada. Demək ki, ekoloji tərbiyə və digər mədəni tərbiyə, estetik tərbiyə, fiziki tərbiyə və deyək ki, digər mənəvi tərbiyə həmin bizim seçdiyimiz müəssisələrdə, tərbiyə müəssisələrində, təhsil müəssisələrində daha yüksək səviyyədə olduğuna görə və bizim araşdırmalarımıza əsasən və biz həmin ziyalılarımızı Milli Vətənə Xidmət Milli Mükafatına layiq gördük.